qala bilmirsiniz də, görün biz nə əziyyətlər çəkirik. Biz ata-babadan bu sənətlə məşğul olmuşuq. Əvvəllər tərəkəmə, bizə tərəkəmə deyirlər. Əvvəllər yaylaqlara gedib gəlirdik, qışlağa qaydırdıq. Sonradan yerlər qıtlaşdı, təsərrüfatlar çoxaldı, yerlər qıtlaşdı, biz də qayıtdıq kənd həyatına. Demək olar ki, Bakıya gedən ətin 50% Bərdə rayon təşkil edir. 6 qardaş idik, hamımız bir yerdə yaşayırdıq. Sonra hamı böyüdü, evləndi, hərə bir təsərrüfat sahibi oldu, ayrıldı. Xırda buynuzlu heyvanları saxlamaq çətin oldu, ona kömək lazım idi. Ona görə də biz də qayıtdıq otaq həyata, maldarçılığa. Ən azından bunların nədən xəstələndiyini anlayışın olmalıdır. Mən təsərrüfatımı böyütmək üçün Ekspres Bank'a müraciət elədim. Onlar da mütəxəssis yolladılar. Gəlib biznesinə baxış keçirdilər və ona uyğun da mənə kredit ayırdılar. Mən də həmin pulu götürdüm, çiftə xırda heyvan aldım, kökətmə mal aldım xırda. Onu bir müddətdən sonra satdım. Artırdıq, özüm üçün ev tikdim. Tövlə tikdim, tövləmi doldurdum. Bizim əsl sənətimiz bu qoyunçuluq olur. Atalar məsələn deyir, qoyun deyir, mən çıxart xarabalığa, sən çıxardım abadlığa. Özüm təhsil almamışam, amma istəyərəm ki, evlatlarım təhsil alsın. İndiki zamanlarda təhsil. Mənim işim rahat gedir, çünki mən Ekspres Bank müştərisiyəm.